burada yola çıxaraq məsələni studiyamızda olan təhlükəsizlik ekspert Orxan Musayevlə müzakirə edəcək. Orxan müəllim, xoş gəlmişsiniz studiyamıza. Xoş gördük. Mən də sizləri və tamaşaçıları salamlayıram. Bəli, gəlin elə ondan başlayaq ki, elə neçə gündə arda-arda paytaxtda yanğınlar baş verib. Bütün bunları ümumiləşdirsək, sizcə hansı qaydalara əməl olunmur? Yəni, hansı boşluqlar buraxılır ki, bu hadisələr baş verir? Ümumiyyətlə, bədbəxt hadisələr baş verirsə, burada təbii ki, qayda pozuntusunun da mövcud olaraq baş verməsi, yəni istisnasızdır. Bu qaydalar mütəmadi olaraq həm maarifləndirici xarakter daşıyan məlumatlarla, həm sizin də qeyd etdiyiniz kimi təhsil müəssisələrindən belə insanlara aşılanmalıdır. Yəni, insanlar istər bu hadisələrin baş verməməsi üçün özlərindən asılı olan tədbirləri görməlidirlər. Bu hadisələr baş versə belə, mövcud hadisələrə qarşı adekvat reaksiya göstərərək öz həyat və sağlamlıqlarını risk altına atmamalıdırlar. Təbii ki, bəzi hadisələr var ki, təbiətimizdə müxtəlif növ fövqəladə hadisələr mövcuddur. Fövqəladə hallar təbii və texnogen xarakterli fövqəladə hadisələrə bölünür. Təbii texnogen hadisələrlə bağlı mütəmadi məktəb artıq yaşlarından mütəmadi aşılanırdı, ali təhsil müəssisələrinə qədər məlumatlar verilir. Təbii hadisələr, yəni təbiətin özündə baş verən hadisələrdir ki, bu hadisələr kateqoriyasına zəlzələ, sel daşqınları da aid edilir. Texnogen hadisələr isə insan fəaliyyətinin nəticəsində baş verə bilən müxtəlif növ hadisələrdir. Bu hadisələrə də partlayış hadisələri və digər hadisələr aid edilir. Bu, təbii və texnogen hadisələrə hazırlıq səviyyəsi hadisə baş verən anda insanın hadisədən minimum zərərlə qurtulmasında əsas deməli, rol oynayır. Biz zəlzələ hadisələri ilə bağlı bir neçə müddət öncə qardaş Türkiyədə baş verən zəlzələ təkanlarından sonra məsələlər gündəmə gəldi. Zəlzələyə hazırlıq çərçivəsində zəlzələdən öncə, zəlzələ vaxtı və zəlzələdən sonra hansı tədbirlər görülməlidir deyə mütəmadi müvafiq dövlət qurumları tərəfindən də məlumatlandırmalar aparıldı. Lakin baş verən sonuncu yanğın hadisəsində biz bir daha şahid olduq ki, baş verə bilən fövqəladə hallar zamanı insanların təxliyə olunma imkanları çox aşağıdır. Bu cür hadisələrdə isə insanların əsas məqsədi sağlam və təhlükəsiz şəkildə təxliyə olmaq hesab olunur. Çünki məlum məsələdir, binada yanğın hadisəsi baş verib və binanın blokunda normadan çox tüstü var və insanlar alovdan zərər görməsələr belə təxliyə olunarkən tüstüdən zəhərlənirlər. Toksik maddələr. Yəni, burada artıq tüstü özü belə çox böyük risk daşıyır. Orada zəhərlənən insanların böyük əksəriyyəti tüstüdən zəhərləniblər. Bəzi insanlar mənzildə gözləyərək müvafiq dövlət qurumları tərəfindən onların təxliyə olunmasını bu düzgündür. Gözləyib. Təbii ki, həmən vəziyyətdə düzgün olan odur. Yəni, ilk olaraq nə etmək lazımdır? Vanna otağına mı getmək lazımdır? Mən bildiyim qədərlə yanğın zamanı yuxarı çıxmaq daha məqsədə müvafiqdir bildiyim qədərlə. Yanğın hadisələrinə ümumiyyətlə hazırlıq çərçivəsində insanlar bu yanğın hadisəsi baş verdikdə ilkin mərhələdədirsə, yanğın hadisəsinin qarşısını almağa çalışmalıdırlar. Əgər yanğın ilkin mərhələdədirsə, onun qarşısı alınarsa, daha da şiddətlənməsi mümkün olmayacaq. Yəni, əsas məqsəd o olmalıdır ki, müvafiq dövlət qurumları gələnə qədər yanğın hadisəsinin qarşısını alınmaq cəhdi olunsun. Lakin bu yanğın hadisəsinin qarşısını almaq o halda olar ki, insanın öz həyatına, öz sağlamlığına risk və təhlükə olmasın. Əgər kiçik həddə yanğın hadisəsi baş veribsə, ilkin mərhələdə onun qarşısını alınmağa çalışmaq lazımdır. Bu mümkün deyilsə, ikinci bir plan təxliyə barədə düşünmək lazımdır. Təbii ki, bu aralıqda imkan tapıb mənzildə kommunal xətləri dayandırmaq tövsiyə olunur. Yəni, burada həm də elektrik cərəyanı məsələsi var. Elektrik cərəyanını söndürmək, qaz xəttini dayandırmaq, bunların hər birini qısa bir vaxt çərçivəsində nəzərdən keçirmək lazımdır. Bunları etmək üçün də ümumiyyətlə fövqəladə hadisələr zamanı doğru, düzgün addım atmaq üçün insanın buna psixoloji hazırlığı olmalıdır. Psixoloji hazırlıq böyük əhəmiyyət. İnsan bu hadisələr zamanı əsasən panikaya düşür, təşvişə düşür və təşviş panikada insanı bu hadisələr zamanı doğru düzgün qərar verməyə də çətinlik yaradır. Bəzən insanlar hər hansısa bir
yanğın hadisəsi baş verəndə təşvişə düşərək özlərini hündür mərtəbəli binaların eyvanlarından aşağıya doğru atırlar. Bunun da nəticəsində... Türkiyədə oteldə baş verən yanğın xatırlayırsınızsa belə hadisələr olmuşdur. Bəli, ona görə də ümumiyyətlə ilk öncə insanlar təxliyə barədə müəyyən təlim məşqlər keçirilməlidir. Biz zəlzələ barədə danışdıq. Beynəlxalq təcrübədə artıq məktəb təhsilindən başlayaraq şagirdlərə həm nəzəri, həm də praktiki olaraq təxliyə öyrədilir. Yəni, nəzəri olaraq hər bir kəsə bu keçilir. Amma praktiki olaraq biz bunu tətbiq edə bilirikmi? Artıq təkcə burada şagirdlər yox, təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər belə buna hazır olmalıdırlar. Yəni, hər hansısa bir həyəcan siqnalı verilir. Həyəcan siqnalı əsnasında doğru düzgün təxliyə yolları həm şagirdlərə, həm insanlara öyrədilməlidir. Təbii ki, bu praktika mövcud olduqda insanlar gündəlik yaşamlarında belə bu hazırlıq tədbirlərini həyata keçirə bilərlər. Bundan əlavə olaraq hündür mərtəbəli binalarda, müxtəlif ticarət mərkəzlərində mütəmadi olaraq yanğın və digər fövqəladə hadisələrə hazırlıq çərçivəsində praktiki təlim məşq keçirilməlidir. Yəni, həyəcan siqnalı verilməlidir. Hansı bina keçirilir onu? Bu keçirilməlidir ki, hər hansısa bir hadisə olanda insanlar doğru düzgün təxliyə olunsunlar. Təxliyə olunduqdan sonra insanlar harada dayanmaq lazımdır, bunu da bilsinlər. Sualı belə verək. Hansı, deyək ki, MTK-lar olsun, mənzil korporativlər olsun, JEK-lər dediyimiz o hansı binalarda, bax o siz dediyimiz təxliyə planları praktiki olaraq aşılanılır, yəni bir neçə dəfə təcrübədən keçirilib. Belə bir statistika varmı sizdə? Ən azından siz bu sahənin biliclərindənsiniz. Mətbuatda izlədiyim qədər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi təhsil müəssisələrində və bir sıra ticarət mərkəzlərində o kompleks metrolarda falan görürük, bu xəbərləri görürük. Mənzil korporativlərindən söhbət gedir. Mənzil korporativlərində ümumən yanğın təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət necə olmalıdır? Mənzil korporativlərinin rəhbəri yanğın təhlükəsizliyinə məsul şəxs təyin etməlidir. Yanğın təhlükəsizliyinə məsul şəxs artıq həmən binada mövcud yanğın təhlükəsizliyi vəziyyətini nəzarətdə saxlamalıdır. Yəni, mövcud tələblərə uyğun olaraq binalarda ilkin yanğın söndürmə vasitələri mövcud olmalıdır. Yanğın hadisəsi baş versə, ilkin yanğın söndürmə vasitələri mövcud olmazsa, insanlar yanğın hadisəsinə müdaxilə edilməyəcək. Söhbət ona gedir, onu sadəcə özü bilməli deyil. Yəni, bütün sakinlərə bunu çatdırmalı. Yəni, özünü bilməklə o işdə qutarmır. Yəni, mən deməyəm ki, praktik cəhətdən bunu edirlərmi? Praktik cəhətdən bu olunmalıdır. Yəni, sadəcə ayın axırında pul yığmaqla məşğul. Bu çox azdır. Maarifləndirmə kifayət qədər deyil, xüsusilə yaşayış binalarında. Hətta mən xatırlayıram ki, bundan öncə son baş verən zəlzələ hadisəsi əsnasında insanlar binanı tərk edərək təhlükəli yerdə dayanmışdılar. Yəni, binanı tərk eləmək, təxliyə olunmaq tam təhlükədən sovuşmaq demək deyil. Doğru düzgün yerdə dayanmaq lazımdır ki, binanın aşma, zədələnmə təhlükəsi olsa belə insanların həyat və sağlamlığına zərər dəyməsin. Ona görə də biz yanğın və bütün fövqəladə hadisələri 3 qrupa bölüşdürməliyik. Yəni, 3 mərhələli davranış qaydaları müəyyən olunmalıdır. Hadisədən öncə, hadisə zamanı və hadisədən sonra. Qardaş Türkiyədə baş verən zəlzələ hadisəsi həqiqətən də bir çox təcrübələri bizə öyrətdi. İnsanlar, məsələn, zəlzələ zamanı tövsiyə olunur ki, hər bir mənzildə təhlükəsizlik çantası olsun. Təhlükəsizlik çantasında ilkin tibbi yardım preparatları, zəruri qidalar, sənədlərin bir nüsxəsi və insanların köməyə müvafiq dövlət qurumlarını çağırmaq üçün fit, fənər və digər zəruri ləvazimatların yerləşdirilməsi məqsədə uyğundur. Çünki bəzi hallarda hər hansısa bir fövqəladə hal baş verəndə insanlar təxliyə olunarkən birdən yadlarına düşür ki, evdə lazımı bir əşya və sənəd qalıb, qayıdırlar geri və bunun da nəticəsində bədbəxt hadisələr qaçılmaz olur. Ona görə də bu hadisələrin nə zaman baş verməsi heç kimə bəlli deyil. Yəni, zəlzələ qəflətən baş verən, bir neçə saniyə ərzində davam edən, yeraltı təkanlara və dağıntılara səbəb ola bilən təbiət hadisəsidir. Bu cür təbiət hadisəsinin nə zaman baş verəcəyini proqnozlaşdırmaq müasir dövrümüzdə belə mümkün deyil. Ona görə də bu hadisədən minimum zərərlə qurtulmaq üçün biz maksimum hazırlıqlı olmalıyıq. Orxan müəllim, biz ümumiyyətlə bu neçə gündür daha çox yanğınla bağlı təşvişlər var. Elə bir neçə gün əvvəl də hündür mərtəbəli binada acı nəticələr də göz önündədir. Yəni, sizcə orada hansı səhvlər buraxıldı? Nə etmək olardı ki, bir qədər az zərərlə çıxmaq olardı? Yəni, ölüm itim olmazdı? Mövcud yanğınla bağlı... Sizcə, yəni yanğın zamanı nələri biz səhv edirik?
Yanğın zamanı bilirsiniz, bizim əsas tövsiyəmiz ondan ibarət olur ki, insanlar doğru düzgün təxliyə olunsunlar. Amma həmən vəziyyətdə insanların təxliyə olunmaq imkanları çox aşağı idi. Çünki mənzillərin blokunda tüstü var idi və insanlar zəhərlənə bilərdilər. Ona görə də ən doğru düzgün addım elə mənzildə qalmaq, bəli. Tövsiyə olunur ki, nəm bir parça ilə qapının kənarlarını örtmək, bəli, nəm parça ilə qapının kənarlarını örtmək və tüstünün mənzilə daxil olmasını ləngitmək. Bununla bağlı zaman qazanmaq ki, xilasedicilər gəlib insanı xilas edə bilsinlər və tüstü mənzilə daxil olarkən tövsiyə olunur ki, yerə uzanmış vəziyyətdə dayanmaq daha məqsəd uyğundur. Çünki bilirsiniz ki, tüstü mənzilə daxil olarkən ilk öncə yuxarı hissədə yayılmağa başlayır. Aşağı hissəyə uzanmış formada və yaxud oturaq formada dayanmaq bir müddət zamanın qazanmasına döşəməyə uzanmaq lazım. Səbəb olur, bəli. Aydın, əsas qaydalardan biri də döşəməyə uzanmaq, yaş əski ilə ağzı bağlamaq və qapının kənarlarını da maksimum vanna, soyuq su vannasına ədyala bürünüb. Bəli, müxtəlif növ addımlar var. Məsələn, nəm parça ilə əgər nəfəs almaq məcburiyyəti yaranarsa, tüstü olan mühitdə nəm parça ilə buruna tutmaq məsləhət tövsiyə olunur ki, bir müddət zaman qazanılsın. Bunlar yalnız bir müddət insanı xilas edir. Təbii ki, orada hər bir müddət insan həyatı üçün çox böyük əhəmiyyət daşıyır. Yəni, orada artıq xilas edicilər insanı 5 dəqiqə, 3 dəqiqə və qısa bir müddət ərzində təbii ki, gəlib xilas edirlər. Orxan, ötən günkü bir hadisəyə də bir nəzər salmaq istəyirdik. Əhməd Rəcəbli küçəsindəki həmin Biznes Plazada, mərkəzdə baş verən hadisədə orada hələ ki, ilkin ehtimala görə qaz sızmasından, yol təmiri zamanı qaz sızmasından baş vermiş bir partlayışın. Ümumiyyətlə, qaz xətləri, kommunikasiya xətləri binalara mühafizə zolaqlarında neçə metr olmalıdır ki, bax, belə bir hadisələr baş verməsin? Görünür, çox yaxınlıqda olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının qərarına görə yaşayış binalarının layihələndirməsi normaları təsbit olunubdur. Həmən normalara görə hündürmərtəbəli yaşayış binalarının qeyri-yaşayış sahələrində, yəni birinci, ikinci və kürsü mərtəbələrində müxtəlif növ obyektlər fəaliyyət göstərə bilər. Lakin bu obyektlər yanğın, partlayış və yüksək temperaturla əlaqəli fəaliyyət növləri olmamalıdır ki, binada yaşayan insanların həyat və sağlamlığına təhdid yaratmamalıdır. Hətta ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə deməli, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz təchizatının verilməsi də qadağandır. Bu qayda binada yaşayan insanların həyat və sağlamlığının qorunması istiqamətində aparılmış bir addımdır. Bu qaz təchizatının istifadəsi hər hansısa bir partlayışa, qaz sızması nəticəsində yanğınla müşahidə olunan hadisələrə səbəb ola bilər və bu ehtimalı nəzərə alaraq orada təbii qaz təchizatı istifadə olunmamalıdır. Bəzi hallarda sahibkarlar tərəfindən kustar formada düzgün olmayan üsullarla qaz təchizatı orada istifadə olunur. Bunda nəticəsində partlayış hadisələri qaçılmaz olur. Aydındır. Amma biz isə qaz istəyirik həmişə. Çünki qonşu Rusiyada belə bir təcrübə var ki, binalar heç siz dediyiniz kimi qaz xətti vermir. Onlar sadəcə elektrik xəttindən istifadə edirlər. Çox sağ olun Orxan müəllim. Təşəkkür edir studiyamıza gəlib bu suallarımızı cavablandırdı. Həqiqətən bir maarifləndirici bir müsahibə oldu.